Sevgi, sevgi, sevgi. Mənim əzizlərim, mən sizin hər birinizi Yaradanın sevgi işığı ilə salamlayıram. Qəlbimi ilk nöqtədən sonsuzluğa qədər açır və sizin hər birinizi qəlbimə götürürəm. Burada hər birinizi qəlbini sevgi işığında əridirəm və sevgiyə çevirirəm. Sevgiyə çevirirəm ki, sizdə və sizin qəlbinizdə Yaradanın sevgi işığı ilə işıqlansın. İlk nöqtədən sonsuzluğa qədər və sizin hər birinizlə sinxronlaşıram. Sinxronlaşıram ki, burada söyləyəcəklərim sizin də qəlbinizə, ruhunuza işıq saçsın, nur saçsın. Yaradanın sevgi işığını, Yaradanın sevgi nurunu. Bugün mən sizə danışmaq istədiyim mövzu qəbul etmə mövzusudur. Qəbul etmə. Nədir bu qəbul etmə? Biz insanlar əsasən öz fikirlərimizi, öz düşüncələrimizi başqalarına qəbul etdirməyə çalışırıq. Yəni bu bizim mahiyyətimizdə, ruhumuzdadır. Bizim düşüncələrimiz, bizim dediklərimiz daha düzgündür, daha optimaldır və qarşı tərəf bununla razılaşmalıdır. Əgər razılaşmırsa, narazılıqlar, incikliklər ola bilər. Bu hər məqamda belədir. Ailədə də, valideyn-övlad münasibətlərində, işdə, rəhbərlik, işçi münasibətlərində, həkimdirsə, həkim-xəstə münasibətlərində, müəllimdirsə, müəllim-şagird münasibətlərində və s. Biz öz fikirlərimizi qarşı tərəfə qəbul etdirmək, kobud şəkildə desək, yeritmək niyyətində oluruq hər zaman. Lakin qarşı tərəf bunu qəbul etmək istəyirmi? Qarşı tərəf bunu qəbul edirmi? Bunun fərqinə də varmaq istəmirik. Ancaq qəbul etmə anlayışı ilk baxışda bu cür görünsə də daha dərindir. Və bu anlayışın dərinliyi bizim həyat əlifbamız sayıla bilər. Bizim həyat kitabımız sayıla bilər. Sual oluna bilər, nə üçün bu belə sayıla bilər? Qəbul etmə anlayışını, daha doğrusu biz ilk vaxtlarımızdan ailədən mənimsəməyə başlayırıq. Yəni o anlayış bizə valideynlərimiz tərəfindən gəlir. Yəni bizi böyüdənlər tərəfindən gəlir. Və ətraf mühiti, ətrafı bizə bu anlayışı şuur altı ötürən insanların gözü ilə görməyə başlayırıq. Yəni ilk əvvəllərdə bizim öz düşüncələrimiz, öz yanaşma tərzimiz olsa da, yəni körpəykən, sonradan çox kiçik bir yaş dövrlərindən artıq şuur altı bizim bazamıza otuzdurulan bu qəbul etmə anlayışı proqram şəklində ətraf mühitə münasibətimizi formalaşdırmağa başlayır.
ve biz ilk vaxtlardan, yəni doğduğumuz vaxtlardan valideynlərimizi necə təmənnasız olduğu kimi sevirdiksə, ətrafdakılara necə təmənnasız olduğu kimi münasibət göstərirdiksə, xüsusən də valideynlərə və ailə daxilində olan insanlara, ki bizə yaxın olan insanlara, körpə vaxtı daha çox ünsiyyətdə olduğumuz insanlara, sonradan zaman keçdikcə, biz böyüdükcə bizim şuuraltımızda proqramlaşan bu qəbul etmə proqramına əsasən biz bu proqramı bizə yükləyən insanların gözü ilə ətrafa baxmağa başlayırıq. Misal üçün, anaya münasibət atanın gözü ilə olur. Yəni formalaşmağa başlayır. Ataya münasibət ananın gözü ilə formalaşmağa başlayır. Ətrafdakıların ona münasibəti ilə formalaşmağa başlayır. Və s. və ilaxır. Digər qohumlara münasibətlər valideynlərin və yaxud başqa bir qohumların münasibətləri ilə formalaşmağa başlayır və bu qəbul etmə proqramı biz böyüdükcə böyüyür. Biz başqalarının gözü ilə ətraf mühiti görüb, qəbul eləyib, yanaşırıq və həyatımızı bu istiqamətdə qururuq. Və əlbəttə ki, özümüz də bilmədən, şuuraltı olaraq öz həyatımızdan, öz proqramımızdan yaşamamağa başlayırıq. Başqalarının gözü ilə, başqalarının düşüncəsi ilə, başqalarının fikirləri ilə ətraf mühitə baxmağa başlayanda, ətraf mühiti görməyə başlayanda, qəbul etməyə başlayanda bizim düşüncələrimiz artıq öz düşüncələrimiz olmur. Bizim fikirlərimiz artıq öz fikirlərimiz olmur. Elə başqalarının düşüncəsi, elə başqalarının fikirləri olur. Baxmayaraq ki, həmin o düşüncələr, həmin o fikirlər bizim beynimizdə yaranır, bizim beynimizdə formalaşır, bizim beynimizdə çoxalır və beynimizdə yaranan, çoxalan, formalaşan bu düşüncələr bizim həyatımızı yazır. Çünki bizim düşüncələrimiz, bizim fikirlərimiz, bizim sözlərimiz bizim həyatımızı yazan mirzələrimizdir. Yəni bizim həyatımız, hər bir insanın həyatı onun düşüncələri vasitəsilə yaranır. Alın yazı, beynimizdəki yazılar bizim həyatımızı yazır. Və həmin o yazıya əsasən, o senariyə əsasən biz həyatımızı yaşayırıq. Və başqalarının düşüncələri əsasında beynimizdə formalaşan yazılar heç də xoş olmayan həyat senarilərimizə yazır. Valideynlərimizə başqalarının gözü ilə yanaşanda, onu olduğu kimi qəbul etməyəndə bizim həyatımızda hər bir kəsin həyatında heç də xoş olmayan senarilər, həyat senariləri yaşanmağa başlayır. Çünki hər bir şey, insanın həyatında hər bir şey, mövcud olan hər bir şey qəbul etmə proqramı əsasında baş verir. Biz mövzuya danışmağa başlayanda, oradan başladıq ki, biz
başqalarının gözü ilə həyatı qəbul etməyə başlayırıq. Bəli, başqalarının gözü ilə həyatı qəbul etməyə başlayırıq. Ancaq bu qəbul etmə anlayışı altında əslində inkar etmə baş verir. Yəni həmin o adamın qəbul edilməməsi, inkar edilməsi baş verir. Həmin insanın, həmin o hadisənin olduğu kimi yox. Başqasının yanaşma tərzi ilə, başqasının gözü ilə, başqa sözlə, birbaşa yox, dolayısı yolla qəbul edilmə əslində qəbul edilməmədir, inkar edilmədir. Valideynlərimizi, xüsusən də valideynlərimizi biz bu şəkildə qəbul edəndə və əslində qəbul etməyəndə bizim həyatımızın sonraki ssenariləri, sonraki mərhələləri çox əzablı olur. Valideynlərimiz bizi dünyaya gətirən, bizi bu həyata gətirən əsas vasitələrdir. Bizim bu dünyada var olmağımızın, mövcud olmağımızın əsas vasitəçisi bizim valideynlərimiz, atamız xüsusilə və anamızdır. Biz atamızı, anamızın gözü ilə, nənələrimizin gözü ilə, digərləri qonşunun gözü ilə görəndə, onun hansısa bir mənfi hərəkətini görəndə, həmin o insanların gözü ilə qəbul etməməyə başlayırıq. Yəni onların gözü ilə qəbul edib qəlbimizdə, ruhumuzda, içimizdə artıq inkar etməyə, bir valideyn olaraq, bir ata olaraq qəbul etməməyə başlayırıq. Faciələrimiz oradan başlayır. Həyat faciələrimiz oradan başlayır. Eyni ilə anamızı, atamızın gözü ilə, nənələrimizin gözü ilə, digər ətrafdakı qovumların və s. gözü ilə hansısa bir hərəkətini görəndə qəbul etməməyə başlayırıq. Həmin o insanların gözü ilə o cür qəbul edib də bir valideyn olaraq, bir ana olaraq inkar etməyə başlayırıq. Onda faciələrimiz yaranır. Qəbul edib də əslində qəbul etməməm, inkar etməm insanların həyatında insanların həyat ssenarisində bir boşluq, bir yoxluq yaradır. Bu həyat ümumiyyətlə yaradılış iyerarxik piramidalardan ibarətdir. Yəni kiçik, böyüyün içində. Və beləcə sonsuzluğa qədər. Yerdəki həyat sadəcə bunu ayırıb, bu piramidalardan yerin özünü ayrıca götürəndə yeri bir piramida, yerdəki həyatı piramidal olaraq, yəni həyat sistemini piramidal olaraq götürəndə onun o böyük bir piramida və onun içindəki piramidaları götürəndə biz insanlar
dünyaya gəlməmişdən öncə yoxluq bu həyat sistemində. Həyat sistemi var. Piramidal şəkildədir. Biz dünyaya gəlirik. Atamız vasitəsilə, anamız vasitəsilə. Ata piramida, ana. Hiyerarxik olaraq biz həyat sisteminin içindəyik. Və piramidal şəkildə biz həyat sisteminin içinə daxil oluruq. Kiçik, böyük, beləcə. Və bu sistemdə, piramidal sistemdə hər kəsin özünün yeri var. Sistemin quruluşu bundan ibarətdir. Əgər bu sistemdə kimsə inkar edilirsə, misal üçün, ata inkar edilir. Ananın gözü ilə ata inkar edilir. Ananın gözü ilə necə ata inkar edilə bilər? Ata ilə ananın münasibətlərində hansısa negativ hərəkətlər olubdur və ana danışır. Övlad anaya tərəf olduğu üçün atanı inkar edir. Hətta bir ailədə olmuş olsalar belə. Bu zaman övlad avtomatik olaraq keçir oturur atanın yerində. Yəni, anaya qayğı göstərməyə başlaya bilər, ananı daha çox sevməyə başlaya bilər. Artıq atanın yerindən bu münasibəti göstərir. Övlad yeri boş qalır. Övladın yeri boş qalır. Artıq övlad öz övlad ssenarisini oynaya bilmir. Və yaxud ananı inkar eləyir, atanı dəstəkləyir, ananın hansısa ataya qarşı olan mənfi hərəkəti, ana kobud ola bilər ki, valideyn arasında münasibətlərdə daha aqressiv ola bilər, ata mülayim ola bilər və atanı müdafiə edir. Bu zaman ananın yerinə keçirir. Və ataya daha mülayim münasibət göstərməyə başlaya bilər, daha xoş rəftar göstərməyə başlaya bilər. Ancaq öz yerindən yox, öz övlad yerindən yox, ananın yerindən. Yəni, ataya yazığı gələ bilər, ataya daha xoş olsun deyənə bu münasibətləri göstərə bilər. Bu zaman yenə övlad yeri boş qalır, ananın yerinə keçmiş olur. Öz yerindən çıxış etməyən insan öz yerində olmayan insan, başqasının yerində olan insan, artıq başqasının ssenarisini yaşamağa başlayan insan öz şəxsi xoşbəxtliyini, öz şəxsi həyatını, öz şəxsi reallığını artıq yaşaya bilmir. Çünki öz yerində deyil. Və beləcə insan öz yerində olmaya, başqalarının yerinə keçə, başqalarının ssenarisini öz üzərinə götürə, bir həyatda, bir insan həyatında müxtəlif ssenarilərin içinə girə öz həyat ssenarisini artıq yaşamır. Artıq öz həyatında başqalarının ssenarisini yaşayır. Qəbul etməyə. Yəni, bu cür qəbul edib də, əslində onları qəbul etməyə. Və bu qəbul etməmə ssenariləri sonsuzluq qədər çoxalır insanın həyatında. Məktəbdə müəllimlərini qəbul etməmə, sinif yoldaşlarını qəbul etməmə və hər dəfə qəbul etmədikcə də həmin insanın yerinə keçir. Onun ssenarisini yaşamağa başlayır. Həmin adam olmağa başlayır. Və bu cür yaşayan insan həyatda yerini tapa bilmir. Hətta həyatda hansısa yerini tapsa belə
Onun qəlbi, ruhu sakit ola bilmir, rahat ola bilmir. Çünki hər bir insanın ruhu müəyyən ssenarini, öz ssenarisini yaşamağa gəlibdir. Amma insanlardakı mövcud olan müxtəlif xarakteristikalar empatiya, paxıllıq, kin, qəzəb, özünü kimin üçünsə yaxşı olmağa çalışmaq, ego və s. müxtəlif insanın xarakteristikaları imkan vermir ki, ruh öz həyat ssenarisini oynasın olduğu kimi yerdə. Özünün təcrübələrini toplasın, rahat, sakit, xoşbəxt yaşasın və çıxsın, getsin. Müxtəlif karmalar üzərinə toplanılır və beləcə ruh bir ömürdə öz üzərinə götürdüyü yükü, balansı ki, hansı ki o burada yerinə yetirməli idi, təcavüz etməli idi, o bunu edə bilmir və çıxır gedir. Çünki yerdə bədənin var olma limiti bitir, ruhun da yerdə mövcudluğu yalnız fiziki bədəndə mümkündür. Fiziki insan bədənində mümkündür, yalnız orada bunu edə bilər. Və beləcə müxtəlif reinkarnasiyalar, yəni saysız hesabsız bir ruhun reinkarnasiyaları gəlir, mövcud olur. Lakin bu qəbul etmə anlayışını insan öz yerindən qalıb da, öz yerindən çıxış eləyib də həyata keçirməyə başlasa, məsələn, övlad valideynə münasibətdə öz yerindən çıxış eləyir. Anaya münasibətdə öz yerindən çıxış eləyir. Ataya münasibətdə öz yerindən çıxış eləyir. Atanı olduğu kimi qəbul edir. Ananı olduğu kimi qəbul edir və anlayır ki, atanın da, ananın da onun üçün, övlad üçün edə biləcəyi ən əsas və yeganə bir şey onu dünyaya gətirməyidir. Yəni, əgər insan, övlad bu dünyada varsa, yaşayırsa, həyatı əlindədirsə, deməli, bu yalnız və yalnız ata və anaya təşəkkür əlaməti olaraq mövcuddur. Və ata nə qədər mənfi xarakterli olmuş olsa belə, nə qədər aşağıda olsa belə və yaxud kimlərinsə gözündə nə qədər despot və yaxud cılız kimlər nəsə olmuş olsa belə, onu dünyaya gətirən ata, övladı dünyaya gətirən ata hamından üstün, böyük və güclüdür. Çünki həyat sistemində ata övladdan öncədir, irəlidədir. Ata böyükdür, övlad kiçikdir və ata nə qədər səhv etmiş olsa belə, o öz həyat ssenarisini yaşayır və bu həyat ssenarisi ondan kiçik olan övlad tərəfindən qəbul edilməlidir. Bu bir mədəniyyət forması yox. Bu yer sisteminin qanunudur. Çünki ata bu həyata öz həyat ssenarisini yaşamaq üçün gəlibdir. Və bu həyat ssenarisi içərisində dünyaya gətirdiyi ssenarilərdən biri də övladıdır. Yaşadığı ssenarilərdən biri də dünyaya gətirdiyi övladıdır.
övladın funksiyası ataya yol göstərmək yox, atanın hansısa davranışını, həyat tərzini müzakirə edib, qəbul edibmi, etməyimmi deyə müzakirəsi yox, inkarı yox, sadəcə olduğu kimi qəbul edib, sevib, təşəkkür etməkdir. Bax, övlad yerindən çıxış etmə, qəbul etmə budur. O cümlədən də ana, ananı da olduğu kimi qəbul etmək. Çünki övladı dünyaya gətirən anadır. Və həyat sistemində ana övladdan öncə mövcud olur. Onun yaşadıkları, gördükləri, bildikləri övladdan daha çoxdur. Təcrübə daha çoxdur. Övladın üzərinə düşən valideyni müzakirə edib inkar etmək yox, olduğu kimi qəbul etməkdir. Öz yerindən, övlad yerindən. Və beləcə insan həyatda öz yerindən çıxış edərək ətrafı, öz məkanını qəbul etməlidir. Əgər xoşbəxt, huzur içində, qəlbi geniş şəkildə yaşamaq istəyirsə, hər bir insanın, yəni yer planetinə dünyaya gələn, həyat sistemində, yer planetində, həyat sistemində dünyaya gələn insanın bir neçə əsas rolu var. Həyat ssenarisində bir neçə əsas rolu var. Ən əsas rol qadın və yaxud kişi olma roludur. İnsanın qadın və yaxud kişi olma roludur. Çünki yer sistemi bu iki varlığın birlikdə, birləşib də yeni həyat əmələ gətirmə, yaratma gücü ilə, bacarığı ilə inkişaf edir. Yaradanın yer sistemi üçün, yer sistemində həyat sistemi üçün, yerdəki həyat sistemi üçün qoyduğu qanun budur. Qadın üçün əsas rolu qadın olmaq, birinci, mən qadınam. Sonra həyat yoldaşı olmaq, mən həyat yoldaşıyam qadın olaraq. Sonra ana olmaq, mən anayam. Sonra yaradıcı bir insan olmaq roludur ki, bir insan kimi o nələri bacarır, nələri yaratmaq üçün, inkişaf etdirmək üçün gəlib, qəlbinin, ruhunun səsi, yaradıcı səsi və övlad olmaq. Hər bir insanın funksiyası övlad olmaqdır. Eyni zamanda kişilərin birinci funksiyası mən kişiyəm. İkinci funksiyası mən həyat yoldaşıyam, kişi olaraq. Üçüncü funksiyası mən atayam. Dördüncü funksiyası mən yaradıcı insanam. Yəni ruh olaraq nələri yaratmağa gəlmişəm, ruhumun səsini dinləməlidir və övlad olmaq. Oğul övladı olmaq. Nə üçün övlad anlayışını, yəni övlad rolunu, övlad funksiyasını, övlad rolu bu sadalanan rollardan sonda verilir. Axı övlad birinci dünyaya gəlir. Yəni ilk növbədə insan övlad olur. Sonra digər funksiyalarını anlamaya başlayır. Məsələn, qadın və yaxud kişi funksiyasını və s. Onun üçün bax burada övlad anlayışını
digər anlayışlardan sonra sadaladım ki, insan, şuurlu insan artıq öz həyatına şuurlu şəkildə yanaşan və uşaq mövqeyindən yox, yetkin insan mövqeyindən yanaşan insan olaraq bu funksiyalarını görür özünün, əsas sadalanan funksiyalarını görür və mən övladam funksiyası həmişə onun qəlbində, ruhunda olur. Və hər zaman fərqi yoxdur, valideynlər həyatda varlarmı, yoxdurlarmı, onun qəlbində, ruhunda mən övladam anlayışı olur və valideynlərinə mən övladam pozisiyasından yanaşma olur. Əgər mən övladam yanaşması bunlardan əvvəldə olmuş olsa, biz şuurlu insan olaraq bu sadaladığımız rollarımızdan əvvəl qoymuş olsaq, hər zaman özümüzü uşaq mövqeyində görmüş olacağıq. Mən övladam, mənə verin. Mən övladam. Valideynimizdən umacağıq, ətrafdakılardan umacağıq, yolda həyat yoldaşından umacağıq, övladdan umacağıq, müdiriyyətdən umacağıq, qohumlardan umacağıq, qaynana, qaynatadan umacağıq və s. Yəni uşaq mövqeyindən çıxış etməyə başlayacağıq. Amma bizim övlad olmağımız hər zaman bizim qəlbimizdə, ruhumuzda var. Və biz onu öz içimizdə, öz ruhumuzda, valideynlərimizlə münasibətdə saxlayırıq və saxlamalıyıq. Və burada da uşaq mövqeyindən çıxış eləyərək, yox, övlad mövqeyindən çıxış eləyərək. Uşaq mövqeyi bir balaca körpənin mövqeyidir. Amma övlad mövqeyi artıq düşüncəli bir insanın mövqeyidir. Yerini bilən bir insanın mövqeyidir. Bu mövqedən valideynlərimizə yanaşmalıyıq. Bu cür olduğu kimi qəbul etməliyik valideynlərimizi. Sonra öz həyatımızı, öz yerimizdən, öz rolumuzdan çıxış eləyərək bilməliyik. Mən qadınam və yaxud kişiyəm, bura nə üçün gəlmişəm, mənim funksiyam nədir, qadın olaraq nə etməliyəm və yaxud kişi olaraq nə etməlidir. Həyat yoldaşı olaraq qadının funksiyası nədir ailədə? Əlbəttə ki, bir addım kişidən geridə durmalısıdır. Ailənin böyüyü böyük mövqeyində olmalıdır. Və kişidən tələb etməməlidir ki, sən get gətir. Yox. Sən kişisən, bunu etməlisən. Yox. Elə deyil. Kişinin funksiyası ailənin birəyidir. Əlbəttə ki, öz bacardığını etməlidir. Qadın da üzərinə düşən vəzifələri görməlidir. Bir sevgi mühiti yaratmalıdır. Qadın ailənin sevgisidir. Qadın ailədə bir sevgi, balans yaratmalıdır. Kişi də həmçinin. Öz kişi mövqeyi ilə, öz kişi xarakteri ilə ailəni qurmalıdır, yaratmalıdır. Bütövlük olmalıdır. Qadın övladına münasibətdən, eyni zamanda kişi övladına münasibətdən vaxt ayrılmalıdır övlada. Yəni, övlad özünün sevildiyini bilməlidir. Övlad özünün diqqət mərkəzində olduğunu bilməlidir. Övlad bilməlidir ki, mənim qarşımdakı valideyndir. Bax, öz mövqeyindən, valideyn mövqeyindən övlada yanaşan insan, övladında da artıq valideyn-övlad balansını formalaşdırmış olacaq. Yəni, artıq onun yaşadığı problemləri övlad yəqin ki, özündə yaşamayacaq. Əgər övlad da uşaq mövqeyindən çıxış etməyəcəksə. Mən yaradıcıyam rolunda olan insan. Bütün işini, fikrini
mükəmməl şəkildə, ekspert şəkildə gördüyü işinə verməlidir və gördüyü işini sevgi ilə etməlidir, yaratmalıdır. Çünki yer planetində mövcud olan həyat sisteminin əsas funksiyası, əsas amalı yaratmaq və inkişaf etdirməkdir. İnsan da bura məhz yaratma və inkişaf etdirmək üçün gəlir. İnsan ruhu məhz bunun üçün gəlir. Və insan öz mövqeyindən, öz rolundan çıxış edərək həyatı, mövcudluğu qəbul edirsə, o mütləq şəkildə yerdəki həyat sisteminin funksiyasını, əsas funksiyasını mükəmməl şəkildə icra etmiş olacaq. Bax, bu zaman həyat onda yaşamaq üçün, onda mövcud olmaq üçün, onda inkişaf etmək üçün bütün imkanları verəcək. Verəcək ki, o həyatı yaratsın və inkişaf etdirsin. Bax, qəbul etmənin sirləri və yolları bunlardır. Öz mövqeyindən, öz rolundan çıxış edərək ətrafı, məkanı qəbul etmək, reallığı, həqiqəti qəbul etmək, olduğu kimi və sevmək. Əsas məsələlərdən, ən vacib məsələlərdən biri də sevmək. Olduğu kimi qəbul edib də sevmək. Qəlbini sevgiyə açmaq. Çünki bizim məkanımızda mövcud olan hər bir kəs, hər bir şey, hamısı bizim həyatımızda yazılmış ssenarilərdir. Biz bunların hər birini olduğu kimi qəbul etməliyik. Onları inkar etməməliyik. Qəbul edib sevməli və təşəkkür etməliyik. Bax, bu zaman yerdəki həyat sistemi bizə onda yaşamağa, onda çiçəklənməyə, uğur qazanmağa, xoşbəxt olmağa, sevinməyə, sevilməyə və sevməyə maksimum imkan yaradacaq. Və əslində belə bir imkan bizim yaradılışımızın əsasıdır. Biz məhz bu imkanla bu dünyaya gəlirik. Həyat sistemi valideynlərimiz vasitəsilə bu imkanı bizə verir, bizim üçün yaradır. Həyat prosesində biz özümüz şuuraltı bu imkanlardan imtina edirik. Qəbul etməmə anlayışını qəbul edə-edə. Mənim əzizlərim, düşünürəm ki, burada danışılanlar hardasa sizin qəlbinizdə bir rezonans oyadacaq. Bir səslənəcək qəlbinizdə nəsə. Bax, həmin o qəlbinizdə səslənən nəsə, o rezonans yaradan nəsə qəlbinizin səsidir. Ona qulaq asın. Ona qulaq asın. O sizi həyatda, bax, bu yerdəki, yer sistemindəki, yerdəki həyatda öz rolunuza gətirib çıxaracaq. Siz qəlbinizin səsinə qulaq asın. Sizi yer sistemində xoşbəxtliyə doğru çağıran qəlbinizin səsinə qulaq asın. Və qəbul etmə anlayışını olduğu kimi
öz yerinizdən qəbul etməyə və öyrənməyə başlayın. Mən sizin hər birinizi qəlbimin sonsuz dərinliklərinə qədər qəbul edib bir daha sevgi enerjisine çevirirəm. Qəlbimin sevgi enerjisine çevirirəm. Çevirirəm ki, siz orada öz qəlbinizin səsini eşidə biləsiniz. Sevgiyə çevrilmiş qəlbinizin səsini eşidəsiniz və Yaradanın sevgi işığına çıxasınız. Öz həyat mövqeyinizdən, öz həyat yerinizdən xoşbəxt yaşamağa başlayasınız. Çünki sizin hər biriniz bu həyatda xoşbəxt olmaq üçün gəlmisiniz. Öz həyatınızın xoşbəxtliyinə doğru addım atın. Mən məsləhət. Mən sizi sevirəm.